Ət pişirməyi bacarmayan qızlar, yaxın oturun. Əti bu üsulla pişirib atavıza yedirdirsəz, sizi 12 gün içində evləndirəcək. Getdik pişirməyə. Bu, türklərin ən məşhur yeməklərindən biri kavurma pilavdır. Yarım kilo əti su tökmədən qarışdırırıq. İlk öncə öz suyu çıxacaq, daha sonra suyu çəkiləndən sonra üzərinə su əlavə edirik. Ətin daha yumşaq olması üçün bu prosesi 1 saat yarım davam edin. Bişənə yaxın ürəyini istədiyiniz ədviyyatı əlavə edin. Əminəm ki, bu dəqiqə yeməyin qoxusu sizə kimi gəldi. Gəlmədi? Neysə, indi keçək plovu hazırlamağa. Biraz yağ əridib, 1 stəkan şəhriyə düyüsü əlavə edirik. Elə bir qazanla tavanı çəf saldım. Daha sonra 2 stəkan normal düyü və duz əlavə edib əvvəlcə qarışdırırıq. Daha sonra 3 stəkan su əlavə edirik. İstəsəniz zövqünüzə görə qaroq da əlavə edə bilərsiniz. 10 dəqiqə dəmləməyə qoyuruq. Burada isə ətləri dənə-dənə sayıram. Yarısını bugün yeyəcəm, yarısını sabah işə aparanda. Ətimizi qaba əlavə edib plovu da üzərinə mala kimi bağlayırıq. Videoya biraz da farmazonluq qataq. Güya da indi İtalyan restoranında yemək göstərirəm. Bu videonu save edib səhifəmizi izləməyi unutmayın. Göz haqqınızı hal edin. Hələlik.